89. Valla kitabda bunlar düzəldin. Bu böyük aları kiçiyə eləyin. O sap səhv olub. Ee, Yani A siyahımız var. O in range sıfırdan len böyük A desək xəta verəcək. Çünki böyük A diye bir şey tanıtmamışıq. Bilirsiniz ki Python'da da böyük kiçik hərflər fərqləndirilir. Burada bəzi suallarda elə çap səhvləri var. Onları kitabınızda düzəldin. Bu belə. A adlı belə bir siyahımız var. Bizə deyir print A. Aha, belə 88-ci sualı oxşuyur. Birinci A siyahısı çapa gedəcək. Ondan sonra for i in range sıfırdan len A'ya 1, 2, 3, 4, 5, 6, 7. A'nın 7 dənə elementi var. Len A bizə verir 7. Yəni i'nin sıfırdan 7-yə qədər qiymətlərində əgər i'nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, biz bilirik ki, həç ədədləri 2-yə böləndə qalıqda 1 alırıq. Həç ədədləri 2-yə böləndə qalıqda 1 alınır. Yəni, deyir ki, əgər i'nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, yəni bu vəziyyətdə şərt ödənir da, i həçdirsə, yəni A'nın i'ninci elementi bərabər olsun, A'nın i'ninci elementi plus minimum A. Minimum A da bilirsiniz də nədir? Yəni A siyahısında minimum qiymətə malik ədəd, ən kiçik ədəd daha doğrusu, belə deyək. A siyahısında ən kiçik ədəd. İndi i'nin qiymətlərini mən yuxarıdan yazım. I nələrdir? i'nin qiymətləri ilə A siyahısında olan elementləri qarışdırmırıq. Çünki bizə deyir ki, for i in range sıfırdan len A'ya artıq burada if i. Yəni i nə idi? I nədir? Sıfırdan 7-yə qədər qiymətlərdə. 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür və 5, 6-dır. Altını yazamadım. 6. I'nin qiymətləri bunlardır. İndi bunların içərisindən tək olanlar hansılardır? 1-dir, 3-dür və 5-dir. 1, 3, 5. Bu şərt üçün ödənir. 1, 3, 5. Aha. İndi bu şərt ödənəndə, yəni i'nin 1, 3, 5 qiymətlərində A'nın i'ninci elementi, yəni A'nın birinci elementi, üçüncü elementi və beşinci elementi bərabər olacaq A'nın i'ninci elementi, yəni birinci elementi plus minimum A. Aha. İndi A'nın i'ninci elementi nədir burada? Yəni A'nın birinci elementi 15'dir. Sıfırıncı element 24'dür, birinci element 15'dir. İndi biz 15'i dəyişdirəcəyik, 15'in yerinə başqa bir ədəd yazacağıq. Hansı ədədi yazacağıq? Yazacağıq ki, 15, yəni A'nın i'ninci elementi plus nə? Minimum A. A siyahısında minimum ədəddə 3'dür. Yəni 15 plus 3, 18. Yeni siyahımız bu şəkildə olacaq. A bərabərdir. Sıfırıncı element durub yerində 24. 24 durub yerində. Artıq 15'i dəyişdirdik, biz elədik 18. Mən niyə bura 15 yazıram? Onu bilmirəm. A. Artıq A'nın birinci elementi oldu nə? 18. İndi baxırıq A'nın üçüncü elementinə. Çünki şərt 1, 3, 5'də ödənib da. A'nın üçüncü elementi nədir? A'nın üçüncü elementi 0, 1, 2, 3. A'nın üçüncü elementi elə 3'dür. Bax budur. A'nın üçüncü elementin dəyişdirəcəyik biz. A'nın ikinci elementini bu arada yazaq da yerinə. A'nın ikinci elementi 5'dir. 5'i yazaq yerinə. 5 dursun yerində. Demək, biz A'nın üçüncü elementini dəyişdirəcəyik yerinə nə yazacağıq? A'nın üçüncü elementi, yəni nə? 3 plus minimum A.
Aha. E, burada minimum A ne olacak? E, tamam. A'nın üçüncü elementi 3 idi. 3 plus yine minimum A. Yani ne? 3. Ee, yani 3 plus 3. Nəticə etibarilə 6. Bu belə 3'ün də yerinə artıq 6 yazdıq və dördüncü elementi dəyişdirmədiyimizə görə yerinə yazaq. Dördüncü elementimiz nədir? 6'dır. Bu 6'nı gətirək yenə yerinə qoyaq və keçək 5-ci elementimizə. 5-ci elementimiz də 8'dir. A'nın 5-ci elementini dəyişdirəcəyik. Nə edəcəyik? A'nın 5-ci elementi 8 plus minimum A. Yeni siyahımızda artıq uşaqlar minimum A 3 değil. Biz 3'ü dəyişdirmişik, yerinə 6 yazmışıq. Minimum A nədir? 5'dir. Yəni ən kiçik elementimiz 5'dir artıq. 3'ü ləğv eləmişik. 8 plus 5 13. 5-ci elementin də yerinə 13 yazdıq və 6-cı elementimiz də yerində qalır 9. Yeni siyahımız budur, bax uşaqlar. A siyahımız buydu. Bu birinci bu çapa gedir. En sonda da yine print A deyir. A siyahısını artıq dəyişdirmişik. Bu zamanda çapa nə gedəcək? 24, 18, 5, 6, 6, 13, 9. Yeni A siyahısı budur və çapa bu gedəcək. Burada cavab nədir ki? 89'da. Yer 99'da bence. Bəli, Y variantı uyğun gəlir. Aha. Başqa? 93. 93. Evet. A siyahısı var, B siyahısı var. C bərabərdə A plus B. C siyahısında nəyimiz var? C siyahısında 5, 8, 5, 3, 4, ardınca 5, 25, 8, 8. Yəni iki siyahının birləşməsi bizə C-ni verir. C nöqtə append deyir. C nöqtə append nədir? Append bilirsiniz ki, append metodu siyahının sonuna bir dənə element əlavə eləyir. Bu da elementimiz nədir? 9'dur. Yani bak 8, 5, 3, 4, 5, 25, 8, 8, ardınca bir tane olacak 9. Ondan sonra delete C1. Delete C1. Delete metodu neydi? Siyahı daxilində hansı indeks veribsə, həmin indeksli elementi silir. Yəni C1 C'nin bir nömrəli elementini silir. C'nin bir indeksli elementini silir. C'nin bir indeksli elementi nədir? 5'dir. Sıfırıncı element 8'dir. Birinci element də 5'dir. 5 silinəcək. 5 olmayacaq. Ondan sonra bizə deyir for i in range 1'dən len c'yə. Len c nəyə bərabərdir? Deməli 3'ü buradadır. 4'ü, 5'i buradadır. 8. Len c 8'ə bərabərdir. Artıq i'nin 1, 2, 3, 4, 5, 6, 7 qiymətlərində C bərabərdir. C bərabər deyil daha doğrusu. C'nin i'ninci elementi bərabərdir. Yəni, bax, i'nin qiymətlərini buraya yazıram, uşaqlar. I bərabərdir deyək. 1, bax, 1'dən başlayıb da ona görə 1 deyirəm. 2, 3, 4, 5, 6 və 7. i'nin qiymətləri bunlardır. C kvadrat mötərizə i nə deməkdir? C'nin i nömrəli elementi. I nədir? Birinci 1'dir. Yəni C'nin birinci elementi bərabər olacaq. Bax, buradan yazın hətta onu. C bərabərdir. Sıfırıncı element durub yerində. Sıfırıncı element 8'dir. Bu durub yerində. Bundan işimiz yoxdur. Birinci elementi dəyişdirir. 1'dən 7'yə qədər elementləri dəyişdirəcək.
Necə dəyişdirəcək amma. 8 durub yerində. İndi C-nin birinci elementi bərabərdir. Bərabərdir. Int C-nin ininci elementi, yəni C-nin birinci elementi. C-nin birinci elementi nədir? 3'dür. 3. Bu 3. Sıfırıncı element 8 idi. Birinci element 3 idi. 3 plus 1. Yəni nə? 4. C'nin birinci elementi oldu 4. Keçirik C'nin ikinci elementinə. C'nin ikinci elementi nədir? 4'dür. 4'ün üstünə 1'in gəldi 5. C'nin ikinci elementi olacaq 5. Ondan sonra keçir C'nin üçüncü elementinə. C'nin üçüncü elementi nədir? 5'dir. 5'in üstünə 1 gəldi 6. Bu belə. C'nin dördüncü elementi sətir tipli 25'dir. Sətir tipli 25'in qarşısında görürsünüz burada int verib hər ehtimala qarşı. Ədəd olsa, onsuz da bayaqdan ədədlərə baxırdıq. Problem yox idi. Amma sətir tipindən biz sətir tipinin üzərinə bir gələ bilməyəcəyimiz üçün qarşısına bir dənə int qoyub ki, bunu ədəd tipinə çevirsin. Birlə toplaya bilsin. Bu int sətir tiplərindən yanadır. Bu siyahıda bəzən görürsünüz, qarşımıza sətir tipləri çıxacaq. Bu 25'dir, 8'dir. Bu belə. Sətir tipindən 25'i çevirdi, ədəd tipinə üzərinə 1 gəldi, 26. Ondan sonra növbəti elementimiz 8'dir. 8'i çevirdi, üzərinə 1'in gəldi, 9. Ardıcıllıqla gedir də. Bu 8'in üzərinə 1 gələcək, yenə 9. 9'un üzərinə 1 gələcək 10. Aha. Artıq bizim C siyahımız, yeni C siyahımız bu şəkildədir. Print C bu şəkildə çıxacaq. 8, 4, 5, 6, 2, 6, 9, 9, 10. Bu arada bu 2, 6 yox, 26'dır. Hə, 26'dır. 9, 9, 10. Burada da Y olacaq. Doksan dört. Proqramın işinin nəticəsi nə olacaq? Gülçin, bunları C bərabərdir. Bu iki siyahının birləşməsi maksimumda ən böyüyü tapır da. Bu siyahının A ilə B-ni birləşdir, içərisindən ən böyüyü götür. Nəyə bərabərdir? 8'e. Bəli. Yəqin səhv yoxlamışam bunları. Sonra Yüzücü. demək Elza, biz fn adlı funksiya yaratmışıq. Burada n formaldır, 5 isə faktikidir. Faktikini aparıb yerinə qoyursan formalını. Qoy görüm nə olacaq? N-in yerinə 5 qoyursan. Deməli orada n sıfıra bərabər, əgər n sıfıra bərabərsə n sıfır deyil. Aha, Onu düz else keçirik. aha. Rektörün 1'e baxmırıq. Else keçirik. Orada da n vurulsun, 5 vurulsun, 4 olur. 5 vurulsun 4 olmur. F4 olur. Aha. İndi F4'ü hesaplamalısan. F4 olur. Aha. İndi F4'ü hesapla. F4 nəyə bərabər olacaq? F4 bərabərdir. F5 çıxaq 1. Yox. F4'ü hesaplayanda n'in yerinə 4 qoyursan da. N'in yerinə 4 qoy. 4 sıfıra bərabərdir. Deyil. O zaman nəyi hesaplayasın?
Nə yenə şeyi, hesablayırsan? 3'ü, Yani 5 yəni orada vurulsun F-ə keçirsəm, 4 vurulsun F3. Bunu hesaplayasın. Ondan sonra 5 vurulsun 4 vurulsun 3 vurulsun 2 vurulsun F1'i hesaplayasın. Və nəhayət vurulsun 1'i hesaplayasın. 0 olanda 1'i qaytarır da. F0'ı hesaplayanda onsuz da 1'i qaytaracaq. 1'i hesaplayasın. Bu nəyi hesapladı? Bu funksiya nəyi hesapladı? şey 5 faktorial, faktorial hesabla. 5 faktorial. 5 faktorialı hesapladı. Bəli. Burada 120 var yani. Sonra 103 də var. 103. Aha. Deməli, proqramın təyinatı nədir? X ilə Y formal parametrdir. A ilə B faktiki parametrdir. A ilə B-ni bax biz burada daxil edirik. Int input vasitəsilə klaviaturadan daxil edirik. Daxil edildikdən sonra deyir ki, S bərabərdir X vurulsun Y hesabla. X ilə Y-in yerinə AB qoymuş. AB qoyuruq da. Yəni X vurulsun Y nəticə itibarilə A vurulsun B deməkdir. Yəni N-in mi uzunluğuna vurur. Yəni hər hansısa bir iki ədədi bir-birinə vurur da. Bu şəkildə. Düzbucaqlığın sahəsini tapa bilər, bəli. İki dənə ədəddir bir-birinə vurur. A variantı ola bilər. Sadəcə olaraq burada X, Y formaldır, AB isə faktikidir da. X, Y-in yerinə AB-ni qoyursan, AB-ni də klaviaturadan daxil edirsən. Sonra harada problemimiz var? 113, 108, 108. Verilmiş funksiyaların hansında rekursiyadan istifadə olunur? Keçən dərslərimizdə yadınızdadırsa demişdim ki, özü-özünə qiymət qaytaran funksiyalar rekursiv funksiyalar adlanır. Yəni deyək ki, bu funksiyalardan hansı rekursivdir? Fn adlı funksiya yaradıb, n vurulsun fn-1'i deyir hesabla. Nəticə etibarilə bir də özün qaytarır. Fn-i hesablayacaq, fn-1'i hesablayacaq, fn-2'ni hesablayacaq. Ta ki n0-a bərabər olana qədər bunu qaytaracaq. Fn funksiyasının hesablanmasını qaytaracaq. Ona görə də bunu rekursiv hesab eləmək olar A variantın. B variantında qiymət qaytarma yoxdur. Var. Yəni return S deyir. Qiymət qaytarır. Problem yoxdur. Funksiyadır bu. Amma özün qaytarmır da belə deyək. Həmçinin C-də elə bir şey yoxdur. B-də, Y-də elə bir şey yoxdur. Funksiyada belə deyək də alt proqramda return olması həmin funksiyanın həmin alt proqramın funksiya olduğunu bildirir. Amma rekursiv olduğunu bildirir. Rekursiv olması üçün mütləq özün bir də qaytarmalıdır. Yəni özündə təkrarlanma olmalıdır. Özü üçün təkrarlanma olmalıdır. Bu belə. %113. Proqram icra edilərsə nəticə necə olacaq? İki dənə funksiya var uşaqlar. Bir f, x, y yaradır. Bir də d, mn yaradır. Yəni proqram gedişində bir neçə funksiyadan istifadə edə bilər. İki dənə funksiya var. Yəni hər iki funksiya hesablanır. Return vasitəsilə qaytarır, qiymət qaytarır hər ikisi. Ən sonda bizə deyir ki, print F4.6. Bax, açar buradadır. Print F4.6 F deyirsə, biz birinci F funksiyasına baxmalıyıq. Yəni bir F var, bir də D var.
F funksiyasında x-in yerinə 4 qoyuruq, y-in də yerinə 6 qoyuruq. Faktiki parametrləri. Bərabərdir. İndi gəlin x hesablayaq. X vurulsun 2. Yəni 4 vurulsun 2 eləyir 8. Üstünə gəl dxy. Artıq biz D funksiyasında xy-in qiymətlərini yerinə qoyacaq. Yəni 4 6-nı qoyacaq yerinə. D funksiyasında 4 6 qoysaq, m-in qiyməti bərabər olacaq m plus 5, yəni 4 plus 5 9. N-in qiyməti bərabər olacaq n plus n, yəni 9 plus 6. O da bərabərdir 15-ə. Return n plus n. N plus n-i qaytarsın, m-nə qaytarsın. M-n dediyimizdə nədir? Bax, bu dxy-dir. 24. Aha. D, x, y-dən biz 24 tapdıq. 8 plus 24. Bizə nə verdi? 32. Biz artıq x üçün 32 tapdıq. Aşağıda da y-in hesablanmasını istəyir bizdən. Y bərabərdir d, x, y plus x. İndi x-in qiyməti var artıq. X-in qiyməti 32-dir. Y üçün 6 deyəcəyik. Və onu da bax bu D funksiyasında hesablayacağız. Çünki D funksiyasında yerinə yetirilir. D funksiyasında yerinə yetirilərkən m bərabərdir n plus 5. Yəni m-in yerində 32 dayanıb, x dayanıb. M-in yerində x dayanıb, x-in də dəyəri 32-dir. 32 plus 5 olacaq 37. N-in də qiyməti olacaq. N-in də qiyməti olacaq 37 m plus n. M nə idi? 37 idi. 37 plus n. N də nədir? Y-dir. Y-in dəyəri nədir? 6-dır. Yəni 37 plus 6 nəticə etibarilə 43. Return n plus n. Yenə n plus n bizə nə qaytarır? 37 ilə 43-ün cəmi. 37 ilə 43-ün cəmi bizə nə verir? 80. Y bərabərdir. Dx y-dən biz 80 aldıq. 80 plus nə? X. X-in qiyməti 32 idi. 80 ilə 32 bizə verir nə? 100. 112. Və bizə deyir return x plus y. X-in qiyməti 32-dir. Y-in də qiyməti 112-dir. Nəticə etibarilə 112 plus 32. Return x plus y. Yəni nəticə etibarilə 112 plus 32 bərabərdir 144. Funksiyanın qiyməti, bax funksiya deyəndə burada 2 dənə funksiya var. Bu proqramın nəticədə çıxartdığı qiymət 144. Ekrana çıxartdığı qiymət olacaq 144. Mərhələli şəkildə sadəcə olaraq yerinə yetirmək lazımdır. Elə ciddi bir balaca məntiq istəyir sadəcə olaraq. Elə ciddi bilik istəmir sizdən. Sadəcə olaraq funksiyaların işlənmə yerlərini dəqiq seçmək lazımdır. Formal parametri faktiki parametrdə dəqiq yerinə yetirmək lazımdır. Dəqiq təyin etmək lazımdır. %6. Yenə f adlı funksiya yaratmışıq. Həmin funksiyanın formal parametrləri x, y, z-dir. Faktiki parametrləri 12, 18, 14-dür. Yəni x-in yerində 12, y-in yerində 18, z-in də yerində 14 dayanır. For i in range x nədir? 12-dir. 12, 12, 18 yazaq, bir də 14 yazaq. For i in range bu nə demək uşaqlar? 12 12, 18, 14. Nə deməkdir?
12-dən 18-ə 14 addım. Bəli. Yox, alda qiymətlər deyil, sadəcə. Onda Bizə for, range Range var verir, altında. baxın. for i in deyərdi. Ha, yox, vardı. Yaxşı, bu şəkildə baxaq. Düzəliş eləyərik olmasa. Bu şəkildə baxaq. S bərabərdir S plus i. S sıfırdır. S plus i nə deməkdir? Yəni bunların cəmini tap. Bu bizə ədədi ortam verəcək. Uşaqlar 3. Bu funksiya bax 3 dənə daxil edilməyib, daha doğrusu verilmiş ədədin ədədi ortasını tapır. Bunların cəmi bizə nə verir? 30 44. 44. Hər dəfə bu toplandıqca da n-i bir vahid artırır. N də sıfırdan başlayır. N nəyə bərabər olur? 3-ə. S bərabərdir S bölünsün n return S. 44-ü 3-ə böləndə nə düşür? Dördü üçə böləndə nə düşür? Tam 14. bölünmür axı müəllim. 14. 14 tam nəsə də? Niyə bu şəkildə verir? Return S. Print M. Müəllim, bəlkə sualda deyil. Deyir, faktiki parametrlər hansıdır? Nəticəni soruşmuş ki, faktiki parametrlər hansı olduğunu soruşur. Ona görə cavab B çıxıb. Halda faktiki parametrlər soruşur. Faktiki parametrlərdə 12, 18, 14-dür. Amma nəsə elə bir xoşuma gəlmədi axı bu. Yəni kodda da problem görürəm. Bir dəqiqə yoxlayaq. Cavabı 12, 18, 14 veribsə, yəqin ki, elə bu şəkildə soruşur. Amma dəqiqləşdirməli olduğum bir şey var. Ona baxaq, davam edək.
Baxın S bərabərdir S bölünsün N-nə verdi hələ. Baxın. On iki nöqtə sıfır. Halbuki bu bölmədən istifadə eləməmişdi da. Bu bölməni belə eləyək. Bu zaman baxın nə verəcək. 12. Bir də buna baxaq. Baxın. For i n. For i n nə deməkdir uşaqlar? X, Y, Z qiymətlərində. Yəni 12, i-nin 12, 18, 14 qiymətlərində. Elə i-nin 12, 18, 14 qiymətlərində S bərabərdə S plus i. Bunları biz hesabladıq. Nə tapdıq? 44 tapdıq. 44 S-in qiymətidir. N-in də qiyməti 3-dür. 44-ü mən tam böldüm. Burada dəyişdirmişəm də. Mən tam böldüm nəyə? 3-ə. 44-ü 3-ə tam böləndə bu bizə verdi nə? 14. Yəni bayaq biz tapdığımız kimi. Bayaq da 14 tapmışdıq. Amma range deyəndə baxın range deyəndə nə verir bizə? Mən bura çəkeyim. Aha. Baxın sonuncu qiymətimiz budur. 12. İndi range diapazon götürülür da. 12, 18, 14. 12, 18, 14 range nə deməkdir? 12-dən 18-ə 14 addımını. Burada da i-nin qiyməti nə olacaq? I-nin qiyməti yalnız bir dənə qiyməti olur da, o da 12 olur. O niyə 12 alır? Nəyi 3-ə böləndə 12 alırıq? 36-nı. 36-ya necə gedib çıxıb da? Bir dənə burada print i deyək. Araya bir dənə print i ataq baxaq şuraya i-ni bizə göstərəcək yoxsa yox. Deməli, 2 dənə element yox. 2 bölsün 3-ə. Bir dənə element var 12. i-nin 12 qiymətində bir dəfə bir vahid artırıb. Düzdür, Mikail? 3 vahid artırmayıb ki. Ona görə n-in də qiyməti 1 olacaq, 12-ni 1-ə böləcək. Bəli. Burada aha, baxın, deməli. Bura bir dənə print i atdıq. Print i. Burada çapa verdi, bax 12. Burada aydın görənmirsinizsə, qoy mən bunu kopyalayayım. Aha. Baxın, 2 dənə 12 ekrana çıxdı.
Bu print i demişəm. 12 budur. Print m bu 12-də budur. Yəni burada bu şəkildə verilməməlidir. Bax bu səhvdir. i-nin qaydaq bir də bura. i-nin, yəni mənim məqsədim burada range-dən range olmadan nə edirdik? Nə demişdik və qarşımıza nə çıxdı? Demək ki, düzgün yanaşmışıq da. Bu for in range x, y, z üçün 12, 18, 14 yaramır. Düzdür? Bizdən buradan bunun hesablanmasını istəmir. Bizdən faktiki parametrlər istəyir. Bu da məlumdur da, faktiki 12, 18, 14-də. Amma proqram gedişi üçün, proqramın yerinə yetirilməsi üçün bu vəziyyətdə yox, range-siz olsaydı, bu zaman daha proqram məqsədə uyğun olar.